Vəhhabilərin arasında ixtilaflar, dava qırğınlar köklü bir məsələdir. Hər hansısa bir ildən bu yana başlayıblar bir-birlərinin arasında dava qırğına. YouTube-da bunların bir-birlərinin haqqında açıq-aşkar çıxışları var. Malqara alver eləyirlər dava qırğından. Nə bilim, dostu çıxır deyir ki, mənə neçə min manat pul atıb. O çıxır buna qambuzik deyir, bu çıxır ona nə bilim. Min cür sözlər, yəni YouTube-da doludur. Hətta bizim dilə gətirmək istəmədiyimiz sözlərə qədər deyiblər. Qambuzik sözü də bu yaxında qabağıma çıxdı bir videoda. Bu copy-paste vəhhabilərdən biri ki var, öz şeyxindən kopyalayıb cəmaata danışır. Deməli, bu adam deyib ki, gördüm öz videosunda yazıb ki, qambuzikə qədər deyiblər. Yəni, kimsə hansısa bir şeyxləri başqasından danışanda qambuzik deyir. Və başqa bir-birlərinin haqqında təhqirlər. YouTube doludur, yəni gizli bir şey deyil. YouTube'a baxsanız, YouTube'a qoyurlar bir-birlərini ifşa edirlər. Vallahi lağa kimi qoyub, istehzaya kimi edib, alçaldıb, qambuzikə qədər deyib qardaşım. Şart sonra var ki. Şərtlə vaxtaşlar edib bunu tərif edir. Qambuzikdir də. O vaxt içəcəksiniz. Mən adillə ona qambuzik deyirəm. Ne üçün? Bu tayfanın hansı birindən soruşsan ki, Muaviyə İmam Əli əleyhissalam qarşı çıxıb. Gətirdikləri ayə nədir? Möminlərdən iki tayfa savaşsalar aralarında islah edin. Siz bir-birinizi mömin saymırsınız? Niyə bir-birinizi qırırsınız? Niyə öz aranızda islah olunmursunuz? Muaviyədən danışanda xətirlərinə deyir, bu ayəni gətirirlər. Amma bu ayəni özləri haqqında tətbiq etmirlər. Ya bir-birinizi mömin bilmirsiniz, kafir bilirsiniz, münafiq bilirsiniz. Ya da ki, əgər bir-birinizi mömin bilirsinizsə və bu ayəni, möminlər qardaşdır ayəsini Muaviyənin, İmam Əlinin əleyhissalam haqqında irad gətirən şiyələrə gətirirsiniz, elə bir-birinizin haqqında gətirin, tətbiq edin bir-birinizə. Bir-birinizi qardaş niyə hesab eləmirsiniz?